Salam hörmətli izləyicilər. Bugünkü videoda mən bu avtomobilin bu 70% zaryadkasının seçilməsi ilə bağlı danışmaq istəyirəm. Mən ötən videolar barədə çox danışmışam. Burada belə bir funksiya var. Yəni avtomobil istədiyiniz zaryadka faizini seçmək olur. Menüdə New Energy hissəsini seçəndən sonra burada belə bir hissə var. Gördüyünüz kimi bu hissədə siz burada avtomobilin yığa biləcəyi, yəni benzin motordan yığa biləcəyi zaryadka faizini seçə bilərsiniz. Burada 25%-dən 70%-a qədərdir. Və burada əgər istəyirsinizsə bu yəni daim qalsın, burada save-i basırsınız. Və avtonu seçəndə bu avtomobil özü daha çox, yəni baxmayaraq 70 seçilib, bu çalışır əsasən elektriklə sürüsün, bu faiz düşəcək 25-ə qədər. Yəni bunu saxlamaq üçün save eləmək lazımdır. Yəni bunu ötən videolar hamısını göstərmişəm. Yəni indi başqa bir məsələyə toxunmasam, sadəcə bunu yəni kimsə bəlkə birinci dəfədir baxır eləyir, bunu bir daha yəni xatırladım. Və siz bunu save seçsəz də, yəni bu daim yaddaşda qalmır. Bunu hər dəfə maşın söndürüb yanlarında hər dəfə atır avtoya. Bunu təzədən belə əlinə seçirsiniz və bunu hər dəfə yəni eləməmək üçün, yaddaşda saxlamaq üçün menüdə belə bir hissə var. Yəni Vehicle Settings'a keçirsiniz. Burada Intelligent Memory, gördüyünüz kimi Intelligent Memory'da da bu Save Memory, bu hissə yəni aktiv olmalıdır. Gördüyünüz kimi bu söndürmək də olur. Bu yəni basandan sonra bir sual və Open'i basırsınız. Və bu artıq videoda ola bilər görünmür və bu hissə aktivdir. Və siz bunu eləyəndən sonra hər dəfə artıq maşını söndürüb yanlarında bu avtoya keçməyəcək, daim save'də, yəni 70, 50 neçə qoysunuz bu qalacaq. Və bugünkü videoda mən toxunacağım məsələ ondan ibarətdir ki, yəni mən indi bu videolarda çox görürəm, indi elə adam var ki, ümumiyyətlə zaryadka qoyma şəraiti yoxdur. Yəni yeri yoxdur və yaxud da vaxtı yoxdur, həvəsi yoxdur. Əslində bu avtomobil bildiyiniz kimi azı həftədə bir dəfə mütləq 100% şarj olmalıdır ki, batareyalar balansirovka olsun, yəni batareyanın içində olan yakeykalarda balansirovka geçsin ki, batareya ömrü yəni qısalmasın, tez xarab olmasın. Və fikir verirəm ki, yəni bəzi adamlar heç ümumiyyətlə zaryadka qoymur. Bəziləri bəlkə də qoyurlar, lakin burada ümumiyyətlə heç buna fikir vermədən, yəni bu ya aşağı faizdə qalır, 25%-də qalır və yaxud da bu avtoda qalır və avtoda qoyanda da artıq bu 70% heç bir rol olmur. Avtomobil yenə də yəni maksimum elektriklə sürüb salır, 20-25%-ə qədər zaryadkanı salır. Və bu indi bugün belə deyək də aprel ayının indi 20-sidir bugünkü gün və ötən günlərdə Bakıda yəni güclü yağışlar oldu. Və mən baxdım ki, yəni bu yağışların nəticəsində şəhərdə güclü probkalar əmələ gəldi. Avtomobil yəni çox az sürətlə hərəkət edirdi və yaxud heç hərəkət edə bilmirdi. Və belə bir hal müşahidə elədim ki, bu avtomobilin zaryadkası, yəni baxmayaraq ki, bunu belə yəni 25% buradan aşağı faiz 25, avtomobil hətta 20%-ə qədər də sala bilir normalda və 20-dən sonra benzin motor işə düşüb, yəni zaryadka verməyə başlayır. Lakin bu uzun probkalarda yəni, elə bir hal əmələ gəlir ki, avtomobil heç yəni, o qədər yəni, azsa sürətlə gedir ki, bu benzin motor yəni, çatdırıb işə düşə bilmir. Yəni burada da elə bir bu avtomobil beyində də belə bir proqram var ki, azsa sürətdə benzin motor xodlaması, yəni həm ekonomiya, həm ekologiyaya görə, yəni bu müəyyən sürət yığandan sonra benzin motor işə düşür və bu probkalarda artıq bu zaryadka başlayır, 20-dən də aşağı düşür və getdikcə və bunun bir kritik yəni nöqtəsi var. Kritik nöqtə harasa bir 10%-dən aşağı və yaxud da deyəsən 0-dan 9%-ə qədər belə bir bu kritik artıq nöqtə sayılır. Elə bir baxmayan məsələ üçün 9% olsa da artıq bu 0 kimi yəni qiymətləndirilir və avtomobil başlayır belə xəbərdar edici səslər çıxartmağa ki, yəni bu təcili avtomobil zaryadka qoyulmalıdır. Yəni təhlükəli, sıfıra düşəndən sonra avtomobil artıq hərəkətsiz vəziyyətə düşür və
hətta ola bilər ki, yəni bataryada, yəni uzun müddət bu sıfırda qalsa da, yəni artıq geri dönməz bir proses baş verə bilər, batarya tamam keyfiyyətini itirə bilər və ümumiyyətlə işləməz. Və əsas sözüm ondan ibarətdir ki, kim ki daim şəhərdə bu, yəni Bakı şəhərində sürüb avtomobil daim bu probkalarda olur. Məsləhət görürəm ki, yəni bunu yəni ehtiyac oldu olmadı. Bunu qoysunlar 70%-a, bu 70 maksimum. Qoyun və save seçib və bu menyudan da dediyim kimi orada Intelli Memory'dan da bunu yaddaşa verin ki, yəni bunun heç bir ziyanı yoxdur. Yəni bunu siz həftədə bir dəfə, məsəl üçün 100% zaryadkaya qoyduzsa və bunu seçdirsə, avtomobil daim çalsa bu 70 civarında saxlasın. Düşəcək 68-ə benzin xodlanacaq. Gəlib 70, uzağa 71-72-ə qədər də yığa bilir. Və bunun yəni yaxşı mənası odur ki, siz belə bir güclü probkalara düşəndə, belə force major vəziyyətlərdə artıq sizin burada bir ehtiyatınız, zapas olacaq ki, o kritik vəziyyət, bataryanın kritik vəziyyətə gətirib çıxarmayasınız. Yəni o artıq sıfıra düşmə ehtimalı az olsun. Yəni bu 70-dən də yəni astaxodda bu, əgər kondisioner, pec güclü işləmirsə, bu uzun müddət bu gedəcək. Yəni bu sizə bəs eləyəcək ki, siz həmin o probkalardan çıxa biləsiniz. Yəni bunu heç biz, yəni baxıram, yəni bunu ya bilməməkdən, ya da elə fikirlər ki, bu nəyimə lazım, bu zaryadkanı burada saxlayayım. Ancaq yəni bu hətta bu kitabçasında da yazılıb ki, bu məsələ ki, şəhərdə bunu siz yüksəkdə saxlayıb save basasınız ki, yəni belə kritik, maşını kritik vəziyyətlərə salmayasınız. Yəni bunu qoyursunuz, hətta bu mən yəni ötən videolar demişəm, mən bəzən olur ki, bu məndə daim belə deyək 70-də olur, yəni 70%-ə saxlayıram və hətta güclü probkalar özüm avtomobili EV rejimə keçirirəm və yaxud da tam EV. Tam EV-də bilsə, EV-ni tam 3 saniyə basıb saxlayanda balaca monitorda bu EV işarəsi göy rəngə çevrilir və əsl EV olur. Yəni o hətta qazı yəni tam basanda da artıq benzin motor xodlanmır. Və probkalarda, uzun probkalarda mən başlayıram elektriklə sürməyə, heç benzin motorda yəni tez-tez yanıb sönməyinə də ehtiyac olmur. Yəni bunun belə yüksək faizinin heç bir yəni ziyanı yoxdur, ancaq müsbət cəhətlər var. Ona görə indi kim zaryadka qoyursa, qoyandan sonra bunu eləsin, yaxud da qoymursa da yenə də qoysun, bu 70-i seçmək lazımdır ki, indi şəhərdə də müəyyən də sürət yığımı olur da, bəzində 50-60 sürürsən, bu yavaş-yavaş indi ola bir neçə günə də gəlsin, heç olmasa bir 70-ə yaxın faiz yığa bilsin ki, siz bunu yəni, elə bir situasiyalarda, kritik vəziyyətlərdə sizin zapas yəni, həmişə enerjiniz olsun. Və bir məsələni də indi deyim ki, və ola bilər ki, bayaq dediyim kimi sizə həmin o kritik vəziyyətə düşdü. İndi bir nəfərdə mən gördüm, həmin o yağış günlərində artıq o düşmüşdü 5%-ə. Maşın səs eləyirdi, sonra heç bilmədim necə oldu. Yəni, belə bir vəziyyətlərdə də elə vəziyyət düşsəz, yəni bataryanı tam öldürməməsi, maşın bir qırağa verib, P-yə, yəni parkinqa qoyub, qaz pedalını sona qədər basmaqla, yəni belə bir vəziyyətdə benzin motoru işə düşür və başlayır saatda 8 kilovatla maşına zaryadka vermək. Yəni bir 10 dəqiqə, 20 dəqiqə lazım olsa bir yarım saat, yəni o faizi heç olmasa bir 10-15%-ə qaldırana qədər, yəni o cür bu metoddan da istifadə edib, yəni həmin vəziyyətdən çıxa bilərsiniz. Və bir məsələni də deyim ki, əgər sizdə o həmin o 10%-dən aşağı düşdüsə, artıq sıfıra yaxınlaşırsa, mütləq ondan sonra, yəni mütləq deyirəm ki, bu avtomobil zaryadka qoyulmalıdır ki, bu həmin o şeydən batarya elə krizis vəziyyətindən çıxa bilsin. Yəni bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.